Deməli, dünən axşam bu avtomobil sahibi mənə WhatsApp-dan video atdı ki, dedim, qardaşım, buna bax, səhər tezə xodlayanda çox əcaib səs eləyir. Səhər tezə maşın xodlayanda çox, hədsiz çox pis vəziyyətdə xodlanır. Dedim, qardaş, gətirəsən, inşallah baxarıq. Maşını gətirib yanımıza. Deməli, məsələ nədir? Göstərək. Yaxınlaş bura. Natiq, bir dənə bunu tut. Mən buna baxım. Filtrin vəziyyətinə baxın. Bu ya, bundan əlavə. Bax, krişkanı açıram. Görürsünüz. Qardaş, maşına düzcü qulluq elətdirin. Qardaş deyir, aparmışam, yağını dəyişdirmişəm. İndi bəlkə yağını eti dəyişməyiblər. Nə bilim, yəni, bu çox bərbad vəziyyətdədir. Mühərrikin daxili sistemi hədsiz pis vəziyyətdədir. İndi detallı formada söküb yoxlayacaq ki, görəsən mühərrikin daxili sistemində hər hansısa detallara ziyan vurubmu, yoxsa yox. İnşallah bütün bunların hamısı yoxlanılacaq və problemlər də aradan qaldırıb müştəri təhvil verəcəyik və bu avtomobildə 2002 motor plug-in hibriddir. Plug-in hibrid olmasına baxmayaraq bütün nə lazımdırsa, bütün qulluqları olunacaq və inşallah müştəriyə təhvil veriləcək, amma ideal vəziyyətdə. Yəni mən bu vəziyyətdə yəni belə bir şey görməmişəm. Bu hədsiz pis vəziyyətdədir. Belə, maşınınızı çalışın, düzgün usta seçin, düzgün servisdə qulluq elətdirin və ən azından yoxlanışını eləyin ki, görün avtomobilinizdə mütəmməd olaraq nə problemləri var. Bağlı.